Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 8 iyul tarixində müəllimlərin işə qəbulu imtahanına düşən kurikulum qəbul suallarını izah eləyəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib, şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Əvvəlcədən təşəkkürlər və yazdığınız xoş sözlərə görə digər videoların altında yazdığınız kommentləri oxuyuram, təşəkkür edirəm, minnətdaram. İnşallah həmişə də zəhmətinizin bəhrəsini görərsiniz. Vaxt itirmədən keçək suallara və qeyd edeyim ki, əsasən müəllim-şagird münasibətlərindən suallar düşübdür və müəllimlərin mənə ötürdüyü suallar əsasındadır. Mən suallar hazırlamışam. Yəni sırf orada, yəni qəbulda müəllim-şagird münasibətlərinə daha çox önəm verilibdir. Baxaq suallara. Vaxt itirməyək. Birinci sualda deyir ki, qrup işi zamanı iki uşaq qrup lideri olmaq üçün mübahisə edir. Zəif olan uşaq güclü olan uşağı üstələyir. Yəni ona qalib gəlir də, belə deyək lord dildə. Bu halda güclü olan uşaq bu hal ümumiyyətlə güclü olan uşağı qıcıqlandırmış olur. Və bu halda müəllim nə etməlidir? Deməli, iki uşaq qrup lideri olmaq üçün mübahisə elədilər. Zəif olan güclü olanı üstələmiş oldu və güclü uşaq istər-istəməz ona təsir elədi. Bu halda müəllim nə eləməlidir? Baxaq görək nə eləyə bilər. Ada deyir ki, müəllim sinifdən hər hansı bir uşağı gətirib qrupa lider qoymalıdır. Bu hal həmin uşaqları qıcıqlandırsa da zamanla sakitləşdirəcək. Bəli, bu doğru addım hesab oluna bilər. Çünki sən iki şagird arasında birini seçsən, digərini seçməsən bərabər imkanların yaradılmasını pozursan. Həmçinin dəstəkləyici mühiti pozursan. Fəaliyyətin stimullaşdırmasını pozursan. Yəni pozursan da pozursan. Ancaq bu işi həll eləmək üçün ən gözəl alternativlərdən biri odur ki, sinifdəki başqa şagirdlərdən birini gətirib ora təyin edirsən və bu iki şagird əlbəttə ki, yenə də qıcıqlanırlar, ancaq yavaş-yavaş zaman öz sözünü demiş olur. A doğrudur. B də deyir, danışıq növbəsini gözləyin, bir-birinizə sona qədər dinləyin, bir-birinizə yardım edin qaydası qoymalıdır. Bəli, qrup işində bu hal olmalıdır. Qrup işi qaydasıdır. Amma bu situasiya ilə bağlı deyil. Bizim situasiyamızda burada bir-birlərinə qarşı mübahisə var. Burada danışıq növbənizi gözləyin. Mən mübahisədə deyəsi deyiləm ki, danışıq növbənizi gözləyin. Sadəcə qrup işində danışıq növbənizi gözləyin deyə bilərəm. Bir-birinizi sona qədər dinləyin, bir-birinizə yardım edin, qrup işində deyə bilərəm. Mübahisədə deyəmərəm. Bizim məqsədimiz mübahisəni həll eləməkdir. Qrup işini həll eləmək deyil. B bəndi dediyim kimi doğru fikirdir, ancaq qrup işinin özünə aiddir. Məqsədinə aiddir, qaydalarına aiddir. Bizim məqsədimiz mübahisəni həll eləməkdir. B yanlışdır. C deyir, müəllim məsələni göz ardı etməlidir. Bu, müəllimin peşəkarlıq və fərdi məsuliyyətini pozan bir qayda olmuş olar. Ona görə biz bunu seçə bilmərik. Çünki müəllim çalışmalıdır ki, peşəkar yanaşsın, öz işinə qarşı məsuliyyəti olsun. Peşəkarlıq, fərdi məsuliyyət mütləq şəkildə önəmlidir. Göz ardı etməməlidir. C yanlışdır. Müəllim onlarla birlikdə söhbət edib, onlar istəməsələr belə barışdırmalıdır. Baxın, desəydi ki, müəllim onlarla birlikdə söhbət edib, onları barışdırmalıdır. Desəydi gözəl olardı. Amma onlar istəməsələr belə deyil. Sən onları zorla barışdırsan belə, onlar tənəffüsə gedib yenə dalaşacaqlar. Ona görə bu düzgün yanaşma deyil. Çalışmalıyıq ki, empatiya yaradaq, buzqıran strategiyasından istifadə edək, aradakı buzları əridək ki, bunlar bir-birinə qarşı sinişsin, enerji yaransın. Y deyir, müəllim, D yanlışdır. Y deyir, müəllim çalışmalıdır ki, bu məsələyə göz yumsun. O türklərin bir sözü var, ağzımızın tadı pozulmasın. Bu ondandır. Xeyr, olmaz belə yanaşma. Hər şeyə göz yumsaq. O zaman bir də görərik ki, iş işdən keçmiş olur, düzgün yanaşma deyil. 1A bəndidir. 2-yə baxırıq. Müəllim kiçik summativ qiymətləndirmə zamanı şagirdin köçürdüyünü görür. Bu zaman müəllim nə etməlidir? Müəllim növbəti kesə gedən şagirdin iştirakına qadağa qoymalıdır. Xeyr, bu düzgün yanaşma deyil. Yəni, müəllimin elə bir səlahiyyəti yoxdur ki, növbət o biri kesə gedə ona qadağa qoysun. Və yaxud da B-yə gedə. Bu düzgün addım deyil. Müəllim peşəkarsızlığından, yəni səriştəsizliyindən xəbər verən bir yanaşmadır. Düzgün deyil. Müəllim şagirdin qiymətini sıfırlayır. Lap da gözəl addımdır. Bəli, sıfırlayır. Bu da uşağa dərs olmuş olur. Yəni, bir də elə hal yaşanmır. B doğrudur. Müəllim şagirdə töhmət verir.
Baxın, töhmət vermək cəza verə bilər, amma töhmət biraz ağır anlayışdır. Hər hansı bir Allah uzaq eləsin cinayətlə bağlı bir məqam olsa, yəni elə bir şey olsa, yəni cinayət deməyim, yəni necə deyimsə, yəni hər hansı bir çox ağır bir 3-cü, 4-cü dərəcəli bir vəziyyət yaransa, o zaman töhmət verə bilər. Yəni töhmətlə universitetlərdə də olur, məktəbdə olur, töhmət şiddətli töhmətlə qovulurlar məktəbdən, universitetdən. Baxın elə bir hallar olsaydı, hə olardı. Yoxsa töhmət, yəni bir dənə KSG köçürməyə görə töhmət düzgün yanaşma deyil. Müəllim sıfırlamalıdır. Və ya da cəza verməlidir. O da olar. Variantlarda cəza desə olar. Cəza ilə töhmətin arasında dağlar qədər fərq var. Töhmət cəzanın kubudur elə bir. Deyir, müəllim bu halı normal qarşılayıb. Yoldaşlarına bir-birinə kömək mütləq şəkildə gərəklidir. Yoldaşlarınıza bir-birinizin köməyi mütləq şəkildə gərəklidir deyə düşünür olmalıdır. Yəni bu yanlış yanaşmadır. Bizdə burada deyir ki, bir-birinizə kömək edin. Uşaq köçürür, deyir, yaxşı edirsiniz, köçürün. Bir-birinizə kömək eləmək mütləq şəkildə lazımdır. Bu düzgün yanaşma deyil əlbəttə ki. Müəllim görməməzlikdən gəlir. Bu da düzgün addım deyil. Müəllim niyə görməməzlikdən gəlsin? O zaman səriştəsiz müəllimdir. 2B bəndidir. 3-cü suala baxırıq. Sinfə yeni gələn şagirdə digər uşaqlar gülür və məsxərəyə qoyurlar. Bu məqamda müəllim nə etməlidir? Adından da göründüyü kimi uşaqlar verbal bullying eləyir. Yəni burada psixoloji şiddət yer almış olur. Yeni gələn uşağa gülürlər, məsxərəyə qoyurlar. Burada müəllim nə eləməlidir? Görək. A da deyir, yeni gələn şagirdin sinfini dəyişməlidir. Bu düzgün yanaşma deyil. Yəni hər dəfə onda sinfə uşaq gələndə onu digər sinfə dəyişir. Bu çıxış yolu deyil. Yəni bununla biz bir problemi həll eləyə bilmərik. Çıxış yolu olmur bu. Digər şagirdləri danlamalı, utandırmalıdır. Bu zaman bərabər imkanların yaradılması pozulur. Düzgün yanaşma deyil, həm də həll yolu deyil. C-də deyir, şagirdlərin emosional intellekti aşağı səviyyədədir. Emosional intellekt nədir? Goleman nəzəriyyəsi, özünü dərk, özünü ifadə, motivasiya, münasibətlərin idarə olunması, empatiya bu nəzərdə tutur. Şagirdlərin emosional intellekti aşağı səviyyədədir və müəllim bullying edən uşaqlarla söhbət apararaq məsələni müzakirə edib həll eləməlidir. Cavabımız C bəndidir. Bəli, müəllim bullying edən uşaqlarla, məhz həmən şagirdlərlə, bütün siniflə yox. Həmən uşaqlarla söhbət aparmalıdır, həmən bu məsələni müzakirə eləməlidir və həll eləməlidir. Cavabım C bəndidir. D-də isə deyir ki, şagirdlərin emosional intellekti aşağıdır. Bu da doğrudur. Ancaq ikinci hissədə görün nə deyir. Və müəllim həmən şagirdlərlə maarifləndirici söhbət aparmalıdır. Bu ümumi bir yanaşmadır. Çox adam qəbulda bunu D bəndi götürübdür. Baxın, D də doğru yanaşma hesab olunur birinci hissəyə görə. Amma ikinci hissədə maarifləndirici söhbətdən danışır burada. Maarifləndirici söhbətlər düzdür, mənəviyyatla bağlı ola bilər. Amma bu ümumi bir anlayışdır. Maarifləndirici söhbət ümumi bir anlayışdır. Amma bizdə bizim söhbətimiz, görürsünüz, uşaqlarla söhbət apararaq məsələni müzakirə eləyib. C bəndində xüsusi anlayışdır. Xüsusi yanaşıb, həmən məsələyə yanaşıb. Məsələn, C bəndində desəydik ki, uşaqlarla söhbət apararaq bu tip məsələləri müzakirə eləyir. Baxın, o da yanlış olardı. Bizim işimiz onsuz da görürük ki, bizim sinifdə problem var. Uşaqlar, yeni gələn uşağı məsxərəyə qoyurlar. Mənim məqsədim odur ki, həmən o problemi çözüm, həmən o problemi həll yolu tapım. Yoxsa mən gəlim burada bütün maarifləndirici söhbət aparayım maarifləndirici söhbətini. Nə vaxt istəyirsən apar. Sadəcə bu məsələyə aidiyyəti yoxdur. Sən ümumi maarifləndirici söhbət aparsan ki, belə eləmək olmaz, elə eləmək olmaz, sinfə yeni gələn şagirdə belə eləyin, elə eləyin. Bu düzgün yanaşmadır, D bəndi, özlüyündə doğrudur. Amma müəllim C bəndini icra eləməlidir. Məsələni müzakirə edib həll eləməlidir ki, konkret nədir məqsəd? Problem nədədir? Problemin həll yolu nədədir? Niyə bu hal yaşanıbdır? Dediyim kimi C bəndi xüsusi yanaşmadır. Məhz həmən problemə fikrini cəmləməlidir şagirdlərin. D bəndi amma ümumi yanaşmadır. Ümumi maarifləndirici söhbət danışır ki, belə eləyin, mənəvi dəyərlərimizi qoruyun, bunu eləyin, onu eləyin. Yəni D olmaz. Cavab C bəndidir. Y-də deyir, yalnız bullyingə məruz qalan şagirdlər danışmalıdır. Bu da çıxış yolu deyil. Çünki sən eləcə bullyingə, psixoloji şiddətə məruz qalan uşaqla danışsan, digərləri daha da artırmış olarlar. Ki, müəllim olsa bizə heç nə demir, həmən uşaqla danışır, onunla problemi həll edir, bizə heç nə demir. 3C oldu, 4-ə baxırıq.
Müəllim şagirdə iki fərqli mədəniyyəti araşdırmağı, bu barədə təqdimat hazırlamağı, daha sonra isə onlara fərqli gələn hissəni öz sözləri ilə əsaslandırmağı tapşırır. Fikri, idraki sahənin hansı mərhələsinə, inteqrasiyanın, biliyin hansı növünə aiddir? Fikir verək, burada əsaslandırır deyir. Əgər şagird öz sözündən, yəni ki, sübutla, dəlillə əsaslandırırsa, dəyərləndirmədir. Yox, faktlarla, nümunələrlə əsaslandırırsa, o zaman təhlil olmuş olardı. Yəni, yaddan çıxartmayın bunu. Deməli, öz sözündən əsaslandırmağı tapşırır deyir. Ona görə dəyərləndirməkdir və müəllim şagirdə iki fərqli mədəniyyəti araşdırır. İki fərqli mədəniyyətdir. Və bu barədə təqdimat hazırlamaq. Təqdimat bilirik ki, təqdimatda, layihədə bunlar fən üstü inteqrasiyada yer alır. Çünki həyatla əlaqə var burada. İki fərqli mədəniyyəti araşdırır, hər biri ölkəni araşdırır, sinifdən kənara çıxırlar artıq. Və metakognitiv bilikdir, öz sözlərinlə danışır. Anlama mərhələsində də deyə bilərdik biz bunu. Eləcə desək ki, öz sözlərinlə danışır. Amma öz sözlərinlə əsaslandırmaq deyirsə, avtomatik dəyərləndirmədir. Amma öz sözünlə danışır desə, anlama götürərdim. Onu da deyin biləsiniz. Və burada öz sözü olduğuna görə metakognitivdə artıq o özü araşdırır, özü tapır, özünü, yəni o belə deyim, özünə ümumiyyətlə metakognitiv insanlar digər bilik səviyyəsində olan insanlardan daha üstün səviyyədə düşünürlər, səhvi düzü görə bilirlər, hətta təqdimat hazırlayırsa, bir insan ki, bir şagird ki, fən üstü inteqrasiyadadırsa, avtomatik o deklarativ yox, metakognitiv bilikdə olmalıdır, məlumatda yox. İdrakin üstündə olmalıdır. Adı üstündə metakognitiv, kognitiv idraki metodu onun üstüdür. Bu da fən üstüdür elə. Onunla götürə bilərsiniz. Cavabımız D bəndə olmuş oldu. Dəyərləndirmə, fən üstü və metakognitiv. 5-ə baxırıq. İngilis dili dərsində müəllim şagirdə bədii əsərdən bir hissəni oxutdurub, sonra həyatla əlaqələndirib, esse yazmağı tapşırır. Baxın, burada mən oxu sözünü birinci gözümə sataşdı, ikinci də yazı sözü sataşdı. Oxu, yazı. Bunlar nədirlər? Oxu, yazı ingilis dilinin məzmun xətləridir. Ümumiyyətlə, mən demişəm, həmişə yadınızda saxlayın. Məzmun xətləri arasında əlaqə üfüqi inteqrasiya hesab olunur. İngilis dilinin məzmun xətti nədir? Ümumiyyətlə, bütün dillərin, rus dili, alman dili, fransız dili, ingilis dilinin məzmun xətləri bir dənədir. 1. Dinləyib anlama, 2. Danışma, 3. Oxu, 4. Yazı. Burada da oxu 3-cü məzmun xəttimizdir. Yazı da 4-cü məzmun xəttimizdir. İki məzmun xətləri arasında əlaqə nə olmuş olur? Üfüqi inteqrasiya olur, o da fəndaxili inteqrasiyadadır. Yəni, ya üfüqi axtarmalıyıq variantda, ya da fəndaxili. O da C bəndindən Y bəndidir. İkisi də olar. Amma burada nə deyib? Bədii əsərdən bir hissəni oxutdurub, həyatla əlaqələndirib. Demişik ki, həyatla əlaqə varsa, sinifdən kənara çıxdıqsa olur fən üstü. Ona görə cavabım Y bəndidir. Yalnız fəndaxili olmaz. Baxın, C bəndi eləcə fəndaxili yazsaydı, o zaman biz bu sualı şikayət edə bilərdik ki, həm C bəndi doğrudur, həm Y bəndi doğrudur. Amma orada yalnız sözü, söhbəti bağlayır ki, təkcə fəndaxili olur. Təkcə fəndaxili olmaz. Fən üstü də olmalıdır. Fənlərə razılıq da bir məqam yoxdur. 5Y oldu. 6-ya baxıram. Şagirdin biri dərsə qulaq asmır. Hər şeyə qıcıqlanır. Həmçinin digər şagirdlərə mane olaraq onlara kobud davranır. Yalnız öz fikrini irəli sürür və özünü haqlı sayır. Çox eqolu bir şagirddir bu. Və müəllim bu halın qarşısını necə ala bilirlər. Həqiqətən problemli şagirdlərdən biridir. A-da nə deyir? Müəllim həmin şagirdin öz hisslərini tanımasına şərait yaratmalı, yəni özünü dərki formalaşdırmalıdır birinci onda və onda empatiya hissini formalaşdırmalıdır. Fikir verirsiniz, 2 dənə komponenti, qovulmanın 2 komponenti burada yer aldı. 1. Özünü dərk, 2. Empatiya. Empatiyanın digər adı sosial məlumatlıqdır. Bunu yaddan çıxartmayın. Yəni, burada sosial məlumatlıq yazsa da doğru olardı. Deməli, A doğrudur. Müəllim şagirdi niyə öz hisslərini tanımasına şərait yaratmalıdır? Çünki hər şeyə qıcıqlanır. Hər şeyə qıcıqlanır, bir də yalnız öz fikrini irəli sürür. Öz fikrini irəli sürürsə, empatiyanı pozmuş olur. Çünki qarşısındakı insanı özünü qarşısındakı insanın yerinə qoya bilmir.
Baxın, əsas öz fikrini irəli sürür, empatiyanı istəyir bizdən. Və dərsə qulaq asmır, hər şeyə qıcıqlanır. Bu da öz hisslərini tanımasına şərait yaradır. Baxın, qıcıqlanır fikri öz hisslərini tanımasına kömək eləyir. Yalnız öz fikrini irəli sürür, özünü haqlı sayır fikri də empatiyanın olmasının önəmli olduğunu vurğulayır. Ona görə A bəndidir cavab. Bəs B niyə olmaz? Müəllim həmin şagirdlə danışıb, o uşaqda empatiya hissini inkişaf etdirməlidir. Baxın, burada B bəndi doğru fikirdir, amma natamam fikirdir. B bəndi yalnız empatiyanı istəyir. Amma A bəndi həm özünü dərk istəyir, həm empatiyanı istəyir. Burada incə məqam budur. İkisi də doğru fikirdir, amma B natamam fikirdir. Bizdən dediyim kimi, həmin şagirdin öz hisslərini tanımasına şərait yaratmalıdır. Çünki uşaq hər şeyə qıcıqlanır, heç nəyə qulaq asmır, mane olur. Müəllim çalışmalıdır ki, uşaqda özünü dərki formalaşdırsın, uşaq artıq özünü dərk eləyə bilsin, nəyi səhv eləyir, nəyi düz eləyir. Yəni, müəllimin əsas məqsədi odur ki, şagirddə bu komponentləri inkişaf elətdirə bilsin. Birinci, çünki Golemanın birinci komponenti nə idi? Birinci komponentində deyir ki, şagirdlərdə özünü dərk formalaşdırmalısan, güclü zəif tərəflərini müəyyən eləməlidirlər, hisslərini analiz eləməlidirlər, düzgün nəticəyə gəlməlidirlər, emosiyaları haqqında məlumatlanmalıdırlar, emosiyaların həyatındakı rolu haqqında onlara danışmalıyıq, özünün hissləri haqqında düşünməyə onu çağırmalıyıq, həmçində danışmalıyıq, öz hisslərini tanımalı, öz hisslərini adlandırmalıdırlar, hisslərini analiz eləməlidirlər, öz hisslərindən agah olmalıdırlar, düzgün nəticəyə doğru getməlidirlər. Yəni ki, şagirdin öz hissləri haqqında düşünməyə çağırırıqsa, duyğularının əlamətlərindən xəbərdar olmasına istiqamət veririksə, bu özünü dərkdir. Bəli, birinci cümləmizdə bu vurğulanır. Empatiya hissəsində isə artıq nə vurğulanır? Başqa insanların fikirlərini anlamaq. Çünki bu yalnız öz fikrini irəli sürür. Başqa insanların da fikri önəmlidir axı. Başqa insanların düşüncələri önəmlidir. Başqa insanların hisslərinə əhəmiyyət verməliyik. Bu fikri mühakimə yəni qarşıdakı insanların fikrini mühakimə edir eləcə. Yəni müəllim, yəni öz fikri onun üçün önəmlidir. Başqalarının fikrini mühakimə eləmək deməyək, yəni heç kəs heç əhəmiyyət vermir. Deyir, mənim fikrim hər şeydən önəmlidir. Yəni qarşısındakı insanın hansı hisslər keçirməsinə müəllim zəmin yaradır empatiya ilə. Onu demək istəyirəm. Və müəllim buzqıran strategiyası üsulundan, duyğu akvarium üsulundan istifadə edərək bu iki komponenti də formalaşdıra bilir. Cavab A bəndidir dediyim kimi. Yəni bunu mən neçə müəllim ünvanlayıbdır ki, müəllim bu sualda səhvlik var. Xeyr, bu sualda heç bir səhvlik yoxdur. B bəndi natamamdır, A bəndi tamdır. Ona görə cavabım A bəndidir. C bəndinə baxırıq. C-də isə deyir ki, müəllim həmin şagirdlə danışıb o uşaqda daxili motivasiya yaratmalıdır. Burada daxili motivasiyalıq bir məqam yoxdur ki. Daxili motivasiya sənin nəyisə çox sevdiyin bir şeyi xatırlayırsan və həmin sevdiyin işi həyata keçirəcəyini xəyal eləyirsən. Gələcəklə bağlı qərar verirsən. Zəif olduğun bacarıqları təkmilləşdirib özünə faydalı ola biləcəyini anlayırsan. Yəni gələcəklə bağlı məqsədlərin haqqında düşünürsən, o zaman daxili motivasiya olardı. Burada daxili motivasiyalıq bir məqam yoxdur. D-də deyir, müəllim həmin şagirdlə danışıb, o uşaqda xarici motivasiya formalaşdırmalıdır. Xarici motivasiyalıq da bir məqam yoxdur. Xarici motivasiya nədir? Kənar təsirlərə əsasən bacarıqlarını təkmilləşdirməyə qərar verirəm. Burada kənar təsiri bir məqam yoxdur. Y-də deyir, müəllim həmin şagirdlə danışıb, o uşaqda özünü qiymətləndirmə hissini daha da inkişaf etdirməlidir. Xeyr, burada öz hissini daha da inkişaf etdirmək, özünü qiymətləndirməklə bağlı bir məqam yoxdur. Bir də burada bir şey vurğulayım sizə A bəndindən B bəndində. Xəbər hissələrinə baxın. A bəndində deyir ki, müəllim həmin şagirdin öz hisslərini tanımasına şərait yaratmalı və onda empatiya hissini formalaşdırmalıdır. Baxın, incə məqamlardan biri də odur. A bəndi deyir, formalaşdırmalıdır. Deməli, bunda yoxdur ki, o onu formalaşdırmalıdır. Amma B bəndi deyir ki, müəllim həmin şagirdlə danışıb, o uşaqda empatiya hissini inkişaf etdirməlidir. Yoxdur axı, yəni nə inkişaf elətdirsin? Yəni, mütləq şəkildə nəsə olmalıdır. Yəni, fikrim çatdı yəqin nə demək istəyirəm. Baxın, B bəndi də doğrudur özlüyündə. Amma olmayan bir şeyi mən necə inkişaf elətdirə bilərəm? Düzdür, birdən də deyə bilərsin ki, müəllim bəlkə də var əvvəllər müəllim formalaşdırıb belə. Yəni, o da ola bilər. Amma yəni, bizdə faktik olaraq görürük ki, B bəndi natamamdır. Mən ikinci variantımda irəli sürürəm ki, A bəndi daha dolğundur. Çünki formalaşdırılmalıdır deyir. Çünki yoxdur onda, nə özünü dərk var, nə empatiya var. Amma B bəndində deyir, inkişaf etdirməlidir. Güya bunda biraz var, cüzi var. Müəllim də inkişaf elətdirir. Yoxdur axı heç nə. Olmayan bir şeyi, olmayan hovuza sən o qədər su töküd, olası deyil.
Ona görə A bəndi doğrudur. Yəni onu da demiş oldum ki, son ürəyimdə qalmasın. 7-ci suala baxaq. 7-də isə deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Şagirdlərin davranışı haqqında müəllim mütəmadi olaraq valideynə məlumat verməlidir. Baxın, tez-tez zəng olmaz. Xoşlamıram o sözü. Bütün testlərdə də qabağıma çıxır. Tez-tez zəng sözü olmaz. Mütəmadi olaraq bəli, çox gözəldir. Yəni tez-tez yox, arada bir. Mütəmadi olaraq həftədə bir dəfə, 10 gündən bir zəng ilə məlumat verir. Və yaxud da zəng eləmir, valideyni çağırır, elə məlumat verir. Bir doğrudur. 2-də deyir, müəllim və valideynlər problemi dərhal həll edə biləcəklərini düşünməlidirlər. Dərhal sözü burada işi korlayır. Müəllim dərhal, valideyn dərhal işi həll edə bilməz. Bir gözləmə vaxtı verməli, düşünmə vaxtı verməli, bir uşağa istiqamət verməli, görək nə düz eləyib, nə səhv eləyib. Bu düzgün yanaşma deyil. Yəni düz addım hesab olunmur. Ona görə 2 doğrunun haqqda yanlışdır, 2-ni götürmürəm. 1 doğrudur, amma doğrunun haqqda doğrudur. 3-də deyir, müəllim ilin əvvəlində valideyn iclasında bütün şagirdlər haqqında keçən ilki nəticələri müzakirə edib, onlarda növbət il üçün gözləntiləri aydın şəkildə bildirir. Bu yanlış yanaşmadır. Yanlışa yanlış dediyi üçün doğrudur. Valideyn iclasında bütün şagirdlər haqqında keçən ilki nəticələr, bəlkə aşağı nəticəsi olan var. Bu düzgün yanaşmadır. Hamında müzakirə edir, bəzilərini özünə qapandırır, bəzilərini daha da pis olurlar. Hətta gözləntilərini aydın şəkildə deyir. Uşaq başlamamış, bismillah eləməmiş, artıq həvəsdən düşürlər. Bu yanlışdır, yanlışa yanlış dediyi üçün doğrudur. Cavabım B bəndi 1-3-dür. 4-də nə deyir? Müəllimin sinifdə davamlı olaraq kobud ifadələrdən istifadə etməsi şagirdi verbal bullyingə məruz qoyması deməkdir. Bəli, müəllim mütəmadi olaraq ona kobud sözlər deyirsə, nə bilim, məsxərəyə qoyursa, elə uşaqların da bir-birini məsxərəyə qoyması və yaxud da bu bir-birlərinə qarşı ağır sözlər istifadə eləməsi ümumiyyətlə ən geniş yayılan formadır verbal bullying. Onu deyim ki, bir-birinə ləqəb qoyurlar, dörd göz deyir, nə bilim kitab güvəsi deyirlər, məsxərəyə salırlar, bir-birini acılayırlar, rişxənd eləyirlər, nə bilim yazılı şəkildə sözlərlə bir-birini təhqir eləyirlər, bir-birinə nə bilim daima, yəni problemi daima səsləndirib onu utandırırlar. Yəni bunu müəllim deyəndə, şagird deyəndə də verbal bullying hesab olunur. Doğrudur, yanlışın haqqdadır, seçənmərəm. Cavab B bəndi 1-3. 8-ə baxırıq. Müəllim şagirdlərə müəyyən bir mövzuda müxtəlif xəbər mənbələrinin etibarlılığını qiymətləndirməyi tapşırır. Biz burada bilirik ki, qiymətləndirmə ilə bağlı, qiymətləndirməyə tapşırır. Yəni, uşaq nə eləməlidir? Qiymətləndirməlidir. Qiymətləndirmə də biz bilirik 2 yerdə var. Təhlildə var və dəyərləndirmədə var. Ona görə B, D, Y bəndlərini çıxırıq. Qalır A-la C. Yəni, əgər biz burada qiymətləndirmək, daha doğrusu dəyərləndirmədədir, amma belə deyək, əsaslandırmaq, mən əsaslandırma nə deyək saldım, sorry. Əsaslandırsaydı, yəni faktlarla əsaslandırma olanda təhlildir, konkret bir dəlil sübutla əsaslandıranda qiymətləndirmədir. Mən onun açayı dəyişik saldım, üzrü sayın. Qiymətləndirmə biz bilirik, dəyərləndirmədədir. Ona görə cavabım C bəndidir. Amma çox adam burada çaşır, təhlil də deyə bilər buna. Burada təhlillik bir məqam yoxdur. Qiymət, dəyər deməkdir. Qiymətlə dəyər sözü sinonimdir. Qiymət, dəyərləndirmə və dəyərləndirəmsə bu tənqidi təfəkkürdədir. Tənqidi təfəkkür o da C bəndindədir. Yəni burada təhlil etmək, tənqidi təfəkkür də ola bilməz. İşlənə bilməz. Çünki təhlil analizi sevir, faktlarla əsaslandırmağı sevir. Burada da faktlarla əsaslandırmalıq məqam yoxdur. Qiymətləndirmək sözü dəyərləndirmədədir, yaddan çıxartmayın bunu. Və dəyərləndirmək və təhlil etmək həmçinin özü də tənqidi təfəkkürdə işlənən bir feildir. Cavabım ona görə C bəndi olmuş olur. 9-a baxırıq. Şagird dərsdə nadinçlik edir. Bu vəziyyətlə bağlı effektiv rəyi müəyyən edin. Sinif rəhbərinə demək çıxış yolu deyil. Müəllim həll eləməlidir bunu. Son Nizam-İntizam jurnalında qeyd etmək, bu da işi həll eləmir. C-yə bax. Nizam-İntizam jurnalında 4-cü, 5-ci dəfədə qeyd edə bilərsən. Şagirdi dərsdən kənarlaşdırmaq, o zaman daha da hiddətlənər vəziyyət. Şagirdin məsuliyyətli işə cəlb eləmək lazımdır. Bəli, məsuliyyətli işə cəlb eləmək lazımdır. Bu nadinçlik eləyir. Baxın, behaviorizm nəzəriyyəsinə əsasən nadinçlik nə idi? Arzu olunmayan bir işdir. Arzu olunmayan plus əlavə iş nə idi?
müsbət cəzalandırmadır. Yəni müəllim burada müsbət cəza vermiş olur uşağa, əlavə iş verir. Amma məsələn, şagird dərsdə nadinçilik eləyir, müəllim onu kənarlaşdırır. Bu zaman bu mənfi cəzalandırma olardı. Yəni müəllim ümumiyyətlə kənarlaşdırmamalıdır, belə deyək. Amma yəni əgər olmuş olsa mənfi cəza olardı. Məsuliyyətli iş varsa bu müsbət cəzadır. Müəllim çalışmalıdır ki, ümumiyyətlə əlavə iş versin. Məsuliyyətli bir işə cəlb edir onu. Hər hansı bir işə kömək eləməyə, çalışmaları, nə bilim, çalışma ilə bağlı hər hansı bir iş verir. Divar qəzetində, nə bilim, hər hansı bir yoldaşına kömək eləməyə sövq eləyir. Belə. Y-də deyir, şagirdi yoldaşlarının yanında danlamaq. Bu da mənfi cəzalandırma olmuş olur. Çünki arzu olunmayan plus məhrum olma nədənsə mənfi cəza olur. Y-də yanlışdır. Və nəhayət 10-cu sual. Ədəbiyyat dərsində hər hansı əsərə musiqi yazmaq fikri inteqrasiyanın hansı növünə uyğundur? Ədəbiyyat dərsi bir fəndir, musiqi yazmaq ikinci fəndir. İki fən arasında olanda nə olur? Fənlər arası. Burada fən üstülük, fən daxili, məqam yoxdur. Cavab Y bəndi olur. Bu qədər, uğurlar.